Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Paşdavoyda, yəni Poş qəsəbəsində ümumi sahəsi mən özüm şəxsən ölçmüşəm. Bu mənim ölçümdür. 4,2 sot torpaqda bax bir neçə otağı olan daşınmaz əmlak satılır. Hal-hazırda mən sizə bax bu belə bir pomişeniya, böyük bir otaq göstərirəm. Mən ölçdüm təxminən deməli eni 7 metrə yaxındır, 7 metrdir, uzunluğu isə 12 metrdir. Bax bu cürdür. Deməli burada mən şəxsən özüm görmüşəm. Ümumi sahəsi, yəni torpağın 1,7-dir. Ancaq bax bu qarşıda gördüyünüz daşınmaz əmlaklarda, yəni otaqlarda 85 kvadrat metr göstərilib. Belə bir daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Uqlavoy yerdir. Təxminən 100-130 metrlik məsafədən 7 və 9 A nömrəli marşrutlar işləyir. Hal-hazırda siz bağçasını görürsünüz. Bax sol tərəfdə bir neçə ədəd deməli əldamları var. Yəni bunların hamısını ümumi göstərirəm sizə. Qarşıda 9 tonluq baseynisi var. Bax bu əldamları yenidən sağ tərəfdə olanlardır. Bax burada da 2 ədəd deməli əldamı var, yaxud da mini otaqlardır, yəni kiçik otaqlardır. Məhəlləsinə maşın daxil olur. Hal-hazırda darvazadan giriş hissəsində yerləşirəm. Sol tərəfdə deməli 1, 2, 3, 4 otaqdır. Bax necə görürsünüz bu cürdə var. Belə bir daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. İndi isə mən sizə bax bu iki otağı göstərirəm. Mənə elə gəlir ki, bu otaqların təmiri eyni zamanda tikilmə illəri çox belə hardasa 20-ci illə əsrin axırlarında yaxud da ortalarından bir balaca yuxarı ola bilər. Bax bu otağın çünki ümumi görünüşünü bu cür mən qiymətləndirdim. Ancaq o birisi otaqlar müasir dövrdə tikilib. Burada 4 otaqdır. Bax sağ tərəfdə isə bir neçə mini otaqlar var. Çox yaxınlıqda 37 nömrəli orta məktəb yerləşir. Həmin məktəbin arxasında uşaq bağçası. Bax gördüyünüz deməli bu otaq polları burada çox yaxşıdır. Ümumiyyətlə polları möhkəmdir. Deməli bu otağın ölçüsü 6-nın 4-dədir, bu cürdür. Qarşıda isə ikinci otaqdır. Bax bu otağın ölçüsü isə 6-nın 5-dədir. Belə bir daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm, deməli Gəncə şəhərində Paşdavoyda, yəni Poş qəsəbəsində ümumi sahəsi 4,2 olan torpaq sahəsində belə bir daşınmaz əmlak satılır. Yenidən mən darvazadan giriş hissəsində yerləşirəm. Qiyməti belə bir daşınmaz əmlakın 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.